Kapriz mənim üçün çox xüsusi və ağır bir filmdir. Həmin vaxt mən artıq bir neçə böyük uğur qazanmışdım. Amma bu film tamamilə fərqli idi. Şivani rolu sadə, gözəl, həyatdan zövq alan bir qadın idi. Amma taleyi onu çox ağır sınaqlardan keçirdi. O Vijay ilə qarşılaşdıqdan sonra həyatı dəyişdi. Bu film qadınlara qarşı zorakılıq, təqib və intiqam mövzularını çox cəsarətli şəkildə qaldırırdı. Çəkiliş prosesi çox emosional idi. Xüsusilə filmin son hissələrində o qəddar səhnələrdə çox ağlamışdım. Rejissor mənə demişdi ki, Maduri, bu rolda sən sadəcə aktrisa deyilsən. Bu hekayəni yaşayan qadın olmalısan. Mən də elə etdim. Bəzən çəkilişdən sonra özümü çox pis hiss edirdim. Çünki Şivaninin ağrısını içimdə çox dərindən hiss edirdim. Kapriz mənə göstərdi ki, aktrisa kimi mən yalnız rəqs və romantik rollarda yox, güclü dramatik rollarda da iz qoya bilirəm. Bu film mənim üçün bir növ sınaq idi. Və mən bu sınaqdan keçə bildiyim üçün çox xoşbəxtəm. Bugün də insanlar mənə Şivani deyə müraciət edirlər. Bu filmin nə qədər güclü təsir qoyduğunu göstərir. Şarux ilə çəkilmək də ayrı bir təcrübə idi. O həmin vaxt artıq çox istedadlı idi və Vijay rolunda çox inandırıcı çıxmışdı. Bəzən çəkilişdə onun gözlərinə baxanda həqiqətən qorxurdum. Bu film həqiqəti göstərir. Qadınların başına gələ biləcək ən pis şeyləri və eyni zamanda onların gücünü göstərir. Şivani əvvəlcə qurban idi, amma sonra öz taleyinin əli ilə intiqam aldı. Bu həm ağrılı, həm də gücləndirici hekayədir. Hələ də gənc qızlar mənə yazırlar ki, bu film onlara güclü olmağı öyrədib. Bu mənim üçün ən böyük mükafatdır.